Deməli belə saç rəngini dəyişməyi izah edirəm. Ctrl-J-ni basıram. Əlavə layer açıram ki, dəyişiklikləri görə bilim. Daha sonra burada Ctrl-U düyməsini basıram klaviaturadan. Ctrl-U hərfi və buradan biraz müəyyən dəyişikliklər aparıram. Saturation'ı biraz artıraq. Belə. OK düyməsini vururam. Daha sonra bunun maskasını yaradıram. Maskasını yaradandan sonra, yəni bu ağ maska seçili halda burada deməli belə bir alət var bu hissədə. Paint Bucket Tool. Bax bunu üzərində bir daha vurub, deməli maska seçili vəziyyətdə saç üzərində sol düyməsini bir daha vururam. Əgər dəyişiklik ola bilər sizin edəndə olmasın, yəni bu hissəyə fikir verin. Yəni məsələn bu ağ yuxarıda olanı bir daha vuranda, yəni dəyişiklik görməyəcəksiniz. Amma ağ aşağıda, qara yuxarıda olanda vuranda dəyişiklik hiss edəcəksiniz. Görəcəksiniz şəkil öz əvvəlki rənginə qayıtdı. Bundan sonra brush tool alətini seçirsiniz və buradan da bunu axırıncı dəfə mən bu növünü dəyişmişəm. Adi xətti seçim. Sizdə zaten adi xətt kimi gələcək bu. Və daha sonra burada ölçü biraz çox yekədir, biraz balacalaşdırım. Şəkili də biraz mouse alt və mouse'un sol düyməsi ilə böyüdürəm. Və başlayıram bunu rəngləməyə. Rəngləyəndə görürsünüz, rəngləyirəm, rənglənmir. Bunu çevirirəm. Başlayıram bu hissəni. İndi video çox uzun olmasın deyə təxmini rəngləyirəm, yəni dəqiqliklə rəngləmirəm. Amma siz istəsəniz, məsələn də bunun ölçüsünü, yəni brush'ın ölçüsünü məsələn buradan balacalaşdıraraq daha dəqiq formada işləyə bilərsiniz. Brush'ı biraz da balacalaşdırın. Bir eləyirəm və burada yavaş-yavaş özüm üçün dəqiqliklə bunları, çünki keyfiyyəti iş istəyirsinizsə, təbii ki, xırda-xırda işləməlisiniz. Bu hissədə də saçın telini rəngləyirəm. Burada da müəyyən tellər var, bunlar böyle fırça ilə rəngləyirəm. Fırça ilə rənglədikdən sonra və burada da biraz sürətli edirəm, yəni siz onun dəqiqliyi ilə eləyərsiniz. Müəyyən, burada görürsünüz, saçın müəyyən bir hissələri var. Üstündən gedirəm belə. Neysə və bundan sonra Ctrl-U-nu yenidən basıram. Bunun üçün, daha doğrusu bu şəkil seçili olduğu halda Ctrl-U-nu basıram. Buradan istəsəm bu rəngini istədiyim formatda təyin edə bilərəm. Məsələn olsun məsələn yaşıl rəng. Saturation'da da müəyyən dəyişikliklər aparım. Belə bir dəyişiklik verim. Böyle lighting siz tərpətməyə, elə sıfırda qalsın. OK vururam. Blending modlar vasitəsilə də istəsəz başqa formada tətbiq edə bilərsiniz ki, daha alınan nəticə daha real görsənsin. Elə bu daha çox uyğundur. Darken bu formada. Ctrl-L-ni basırıq L. Buradan da istəsəniz bir qədər dəyişiklik apara bilərsiniz. Yəni zaten bunu çox artıranda ilə öz rənginə qayıdır. Məsələn bunu dəyişdirə bilərsiniz. Buradan da müəyyən dəyişikliyə verə bilərsiniz ki, yəni reallığa uyğun gəlsin. Bu formada. Müxtəlif yenə internetdən belə şəkillər tapın. Bu üsulla rəngləyin.